Ən çox qadınları narahat edən saç tökülməsi. Bunların səbəbləri hansılardır bilmək istəyirsinizsə, bu siyahını sayacağım. Sizdəki saç tökülməsinin səbəbini bəlkə özünüzdə araşdıra bilərsiniz. Birinci növbədə saç tökülməyinin səbəbləri tiroid vəz problemləridir. Hipertireoz və ya hipotireoz saç tökülməsinə səbəb ola bilər, ən çoxu da hipotireoz. Hiperandrogenemiya, yəni qadınlarda daha çox kişi hormonlarının, testosteronunun yüksək olması, androgen hormonlarının yüksək olması təpə şəkildə saç tökülməsinə səbəb ola bilər. Üçüncü, ferritin azlığı və yaxud da qan azlığı, yəni hamının anemiya kimi bildiyi, səbəbin daha çox dəmir azlığı olduğu xəstəliklər. Yanlış qidalanma, vitamin və mineral əksiklikləri, bununla bərabər bəzi kimyəvi dərman preparatlarının qəbulu saç tökülməsinə səbəb ola bilir. Və bir səbəb də əlbəttə ki, genetik meyillilikdir. Genetik meyillilik də saç tökülməsinin səbəblərindən biridir. Bütün bu səbəblər içərisində demək olar ki, 70-80% problemin həlli endokrinoloqdadır. Ona görə saç tökülmə probleminiz varsa, birinci endokrinoloqa görünün.